Deməli səhərimi bilirsiniz necə açmışam. Toğrulun askırağı necə askırır. Allergiyası qalxıb. Mən də götürdüm. Artıq bilirəm ki, təmizlik məsələsi deyil də. Yəni bir çox boyum çatmayan yerlər var ki, hansı ki onu təmizlik şirkətləri ancaq eləyə bilir. Zəng eləmişəm ki, gəlsinlər bir qəşəngcənə evə əl gəzdirsinlər. Necə askırır. O da ki, toz olmaz bilirsiniz. Nə qədər təmizlik edirəm, yenə də xeyri yoxdur. Fikirləşirəm ki, divanın üstünü, daha sonra yuxarıda baxın, deyirəm ki, bu işıqların aralarında falan oralar çox da silmirəm də, nə yalan deyim. Bəlkə oralarda şey var, toz var, nə var, heç bilmirəm nə deyim valla. Onu biləm ki, səhərdən allergiyası qalxıb, mənim qanım qaralıb, görürsünüz. Bu material çox çətin materialdır, çox hədsiz çətindir. Yəni, hər dəfə soruşursunuz bunun materialını, amma çox çətindir. Bilmirəm, bu izlər hardan düşüb bura? İndi çatdırmışam. Gəlirlər, təmizləyəcəklər, dərindən təmizləmə işlər gedəcək bu evdə. Çox çətin materialdır. Mən bir gün bunun üzünü dəyişəcəm. Mütləq dəyişəcəm, belə saxlamayacam. Bunu da dəyişəcəm, bunu da dəyişəcəm. Material qəşəngdir, belə, möhkəmdir. Amma bir gün mütləq dəyişəcəm. Yəni, gözləyirəm ki, biraz bəzi şey, Toğrulun, Yusufun hazırlığı falan. Bunlar bitən kimi ilk işim bunu dəyişməkdir. Bax, bu iz nədir düşmüsən sən? Bu iz nədir sən düşmüsən? Mən səni təmiz saxlayıram axır. Bax, mətəl qalmışam. Əslində isə bunun teksturası bax, belədir də. Yox, burada ləkə düşüb. Yox, bildiyiniz ləkə var. Gəlsinlər, dərindən təmizləsinlər. Canıma yatmır da bu ev. Yəni, bildiyiniz məni narahat edir. Bunun bu hissələrində də elə bilən biraz kirləşmə var. Heç olmaya ayda bir neçə dəfə, ildə bir neçə dəfə dərindən təmizlik lazımdır. Yəni, hər yer ağ olduğundan bizim evə bəzən lazımdır. Yəni, bir yerə kimi mən də eləyə bilirəm, sonra yoruluram. Hayıf mənim əziyyətimdən, hayıf. İstiləri çəkməyə icazə var, yoxsa yox? İndi bəzənə baxacaq. Soğan, daha sonra göbələk və döşətini bir yerdə qoyacağım.
göbələklə soğan göbələyi və döş əti bir-birinə yaraşan ən gözəl üçlüdür. Hətta üçlülərdən biridir deyim, belə deyim də. Buxarla eləyən zaman açılmır ki. Yəni onun o qırışları var, o açılmır, heç bir problem olmur. Yox, heç nə olmur, sadəcə tozunu alır. Məndə də buxar var, amma çox da belə dərindən eləmirəm, qorxuram. Bunları deyirsiniz? Xeyr, buxarları deyirəm. O hədə kırt-kırt. Yox, açılmır, bu sadəcə tozu götürür. Bu qaşa nəfək keçir. Mən düşürəm, mən sevmişəm üstüne. Bu da təmiz saxladığımız. Olan yani, olan. Bunlar nə qəşəng təmizlədik. Əslində mən biləni bunlar təmizlənəndən sonra belə bağlanmalıdır. Ya da yuvandan sonra idi o. Yanırsın. Bir dakika sabırlı olun. Yer dardı diyor.
şey maraqlıdır ki, videolarda görürəm ki, bax bunun üstünə vururlar, bu dökülür. Axı bu olmur. Bax olmur da. Olmaz. Yox, olmur, olmur. Onlardakı kimi olmur. Bölmüşəm, bölüşdürmüşəm, nə eləmişəm də xeyri yox. Olmaz istir deyəsən. Yox. Biraz olmaz istir. Yox, olmaz istir deyəsən. Valla mən görmüşəm, ona kənddə qadınlar da edir, çəkir, paylaşır. İndi onlar da yalan deyər, görəsən. Olmur. Ne eləyirəmsə, olmur, ay bacım, olmur. Dedim ki, on biraz rahat olsun. Yox, olmadı. Neyse. Deməli ki, portakal aldırmışam. Ürəyim portakal istəyirdi. Qızıl qiyməti nədir? Portakal qızıl qiyməti nədir? Əziz izləyicilərim. Bizim yəni mağazada, burada marketdə qızıl qiyməti nədir? Amma deyəlim ki, o portakal qupqurudur. İndi ha istəyirəm ki, düşəm ki, bala bunu 10 manata satırsan. Bunu niyə bu halda satırsan ki? Niyə belə keyfiyyətsiz mal satırsan? Ərzaq satırsan mı deyim, nə deyim? Nəsə bugün video çəkəndə şirinli falan dadına falan baxanda çox yemişəm arkadaşlar. Və mənə toxunub o da. Dedim ki, portakaldan, limondan bir şey alın. Oğlum sağ olsun gedib hər şeyi atıb, portakal alıb gətirib. Portakala baxıram, bahadır, bayaqdan üstünə baxıram ki, bir dənə portakala bu uşaq nə qədər pul verib gəlib, sağ olsun. Baxıram ki, bahadır, amma portakal bilirsiniz, qupqurudur içi. Məncə artıq portakalın vaxtıdır, sezonudur da. Bu əslində belə olmalı deyildi. İnanırsınız, yağış möhkəm yağırdı. Yoxsa ki, mən ona parasıydım marketə və deyəcəkdim ki, bu nədir satırsınız? Baxın görün nətər sinematik deymiş. Gəl bir dənə o şey çək də.